مجتهدی تبریزی، اون بچه سرمایه دار پولداری که دده ölenden sonra 10 bab mağaza در بهترین بازار تبریز باقیا irsi çatdı. Özü də Nəcəfdə 2 dirhəmə işləyir, 1 dirhəmin özü xərcləyir, 1 dirhəmin verir füqəraya. Namə gəldi qardaşlarının tərəfindən, inna lillah və dədəmiz öldü, Allah sənə səbri versin. 8-9 mağaza sənə çatıb vermişik müstəcirə. Neyniyə, təklif nədir? Alan sən pul lazımsın. Cavabında yazdı, onların pul olsaydı mənə müstəcir olmazdı. Vurun adlarına, bütün məndə pul istəmir. 4 il etikaf saxladı, 4 il. 4 il. Məscid-i Səhlədə. Yani sübhdən akşama oruç tuturdu, gecəni sübhə ibadət eləyirdi, fəqət bərayi əncam umur vacib vuzu və təcdid vuzu çıxırdı məsciddən çölə. Bəd az 4 sal üzün dolandırdı Əli ibn Əbi Talibanın hərəminə. Əli can 4 salı به عشق اینجا گرسنگی کشیدم، میخوام ببینمت. ببینمت؟ بله، özüm istəyirəm görəm. Kimi? Əmir-əl-Mominin. Yuxladı Əmir-əl-Mominin, gəldi yuxusuna, burada keçəvər məni görsün, bu 4 ilinə mənə cəmləyibsən, gedəcək ya. Dedi, ağa, sənə görə cəmləmişəm olan hamız. Səni biləhzə görə aləmə dəyər. Alan hərəmdə birdən İmam Zaman əlin qoya sənin çiyini və xoş gəlirsən cəddimə. Mən ölüm, ruhum pərvaz eləməz. Allah'tan istemezsen de istemiyorum de qeyd, ama istəyirəm elə qalan burada öləm. Vallah gələr ha, Şeyx Cəbərin, buyurdu ki, Şeyx Cəbər məni görsün, hər zat gedəcək, əsərdən düşəcək nəfəsinə. Dedi, işgal yox. Şeyx Cəbər, hansı ləhzəm istəyirsən görəsən? Cəngidə yaxçıdır, bir dəqiqə cəngimi görəsən. Görəsən, Əli necə şəmşiri vururdu, qəhrəmanı təkzər bir dünyanı tanıyasın. Dedi, yox ağa. İstəyirsən namazda məni görəsən, necə ilan vuran adam kimin, Allah müqabilində düşürdüm toprağı, xeyr ağa. İstəyirsən görəsən, gecə hamı yatandan sonra necə aclara çörək daşıyırdım, xeyr ağa. Burada mən hansı ləhzəm istəyirsən görəsən, ərz ilə da sənə ki deyil, la Əsədullah, Allahın şeiri. Görən mi, nə cür sənin xanımı qoydular dər o divar arasında, səni çəhdilə apardılar məscidə, şeiri məgər tutmaq olar.